Salam, hər vaxtınız xeyir olsun, dəyərli abituriyentlər, müəllimlər, necəsiz? Ümid edirəm yaxşısınız. Bu gün imtahana dəstək məqsədi ilə söhbət hansı imtahanlardan gedir? 9-cu sinif. Bildiyiniz kimi 3 imtahan var qarşıda. 11-ci siniflərdə, daha doğrusu məzunlarda 19 aprel imtahanı var və qarşıda mayda blok imtahanı var. Hər üçünə dəstək məqsədli sual-cavab yenə də hazırlamışıq. 10 sualdan ibarətdir, ancaq önəmli məsələlər müzakirə olunacaq və geniş şərh etməyə çalışacağam ki, həmin qaydaları xatırlayasınız. Bəzi suallar çox sadə görünə bilər, xüsusən də qapımız döyülür, gözləyin. Xüsusən də blok imtahanına gedənlər üçün bu sualların bəziləri çox asan gələ bilər. Onu öncədən deyim. Hardasa aprelin ortalarına qədər nisbətən asan suallara da yer verəcəm. Amma aprelin ortalarından 15-dən etibarən mən daha da çətinləşdirəcəm. Deməli, bizim sual-cavab rubrikasını biləsiniz. Deməli, səhv PDF açmışam. Aha. Gəlin, ilk sualımızla başlayaq. Bu arada bu PDF-i əldə etmək üçün Telegram kanalımıza qoşula bilərsiniz. Orada sizin üçün daha da geniş variantlarını bölüşürük. Deyir, hansı nümunədəki sözlərin birində saytin yazılışında səhvə yol verilib? Diqqətli olun, saytin yazılışı deyil, başqa yazılışlar bizə maraqlı deyil. Eyiblərin ən böyüyü öz eybini görməməkdir. Baxın, eyib sözü burada i ilə yazılsa da, burada öz daxilindəki i'sini itirib. Bu nə ilə əlaqəlidir? Eyib sözü bildiyiniz kimi alınma sözdür. Alınma sözlərdə də belə bir məqam var ki, ona sən saitlə başlayan şəkilçi artırdığın zaman hal və ya mənsubiyyət fərqi yoxdur. Saitlə başlayan, ha. Bax, burada samit gəlib. Lar samitlə başlayır. Onun dəxli yoxdur məsələyə. Saitlə başlayan hal və ya mənsubiyyət artıranda öz daxilindəki saitlərindən birini itirəcək. Deməli, burada heç bir problem yoxdur, bu düzdür. Öz eybini, bax, burada artıq mənsubiyyət gəldiyinə görə öz daxilindəki i'si itib, bu düzdür. Öz eybini görməyən başqasının eybini tez görür. Burada da problem yoxdur. Gözü olan o adamdır ki, özünü görə bilsin. R ixtisar olunubdur. Normalda dır şəkilçisində bilirsiniz ki, əgər o şəxs xəbəri şəkilçisidirsə, tələffüz zamanı R oxunmur. Adamdır deyirsən. Amma yazılışda R-nı yazmalısan. Bu da samitlə bağlı olduğu üçün səhv götürmürəm. Elm insanların tacı, sərvətsə boynuna vurulan zəncirdir. Deməli, uşaqlar, buradakı boyun sözünə diqqət edin. Boyun sözü nədir? Alınma yox, milli sözdür. Milli sözlərə yalnız saitlə başlayan mənsubiyyət artırdıqda oradakı saitini itirə bilər. Boynuna vurulan zəncirdir dedikdə onun boynuna deyir. İnsanların tacı elmdir, düzdürmü? Amma sərvət insanların boynuna, insanların boyunu u nədir orada? Mənsubiyyət, sonra da yönüşal qoşulub, o bizə maraqlı deyil. Birinci mənsubiyyət gəlir də, düzdürmü? Amma fikir ver, u-sunu itirməyib. Normalda belə olmalıdır. Boynuna vurulan zəncirdir. Deməli, bu səhvdir. Elm ancaq xoşniyyətli insanların əlində olanda fayda verir. Burada da nəsə bir problem görmədim. Deyir ki, hansı cümlənin tərkibindən söz çıxarılsa, tabiilik əlaqələrinin sayı azalar, cümlə üzvlərinin sayı isə çoxalar. Belə tip nümunələrdə şablon eyni nümunələr çox olur, ona görə diqqətlə qulaq asın. Deyir ki, bizim həqiqi dostlarımızın münasibəti dəyişmədi. Dəyişmədi nə? Bizim dostlarımızın münasibəti. Bizim dostlarımız, bax, bizim yəlik al, dostlarımız mənsubiyyət. In təzdən yəlik al, i mənsubiyyət. Zəncirvari əlaqə ilə bütövlükdə bir mübtəda yaratdı. Düzdürmü? Cəmi 2 dənə cümlə üzvü var. Sözü çıxardığın üçün avtomatik orada tabiilik əlaqələrində say azalacaq. Normalda burada bilirsiniz, mübtəda xəbər arasında uzlaşma var. Üçüncü növlərin arasında yenə uzlaşma idarə var. Həqiqi dost oradan bir yanaşma var. Amma məsələn, ilk sözümüz olan bizim sözünü çıxarsaq fikir verin nə olur? Bu, eyni nümunələrdə, yəni üçüncü növün ilk tərəfi ixtisar olunanda belə hallar tez-tez baş verir. Hələ ki, o üçüncü növ təyini söz birləşməsinin arasında başqa söz varsa, məsələn, validənin rəngi qələmi deyəndə, orada məsələn, validənin rəngi qələmi bütövlükdə bir cümlə üzvüdür. Validənin sözünü çıxanda rəngli olur, təyin qələmi də olur. İndi mübtədadsa artıq mübtəda. Deməli, dəyişmədi. Nə?
dostlarımızın münasibəti, hansı dostlarımızın həqiqi. Bizim sözünü çıxaranda artıq bizim dostlarımız deyə bir şey qalmır. Dostlarımızın münasibəti bu üçüncü növ olaraq qalır. Həqiqi sözü bu zaman tərkibdən uzaqlaşır. Niyə? Çünki tərkibdə tutunması üçün bir səbəb yoxdur onun. Bunlar şablon qaydalar üzərində gedir. Amma məsələn, normaldan bilirsiniz ki, mən variantların hamısını izah edirəm. Amma burada baxmağın mənası yoxdur. Yenə də desəz ki, müəllim filan variantda belə olsa olmazmı? Şərhdə yazın, mən onu ayrı cavablayacağam. Amma bilin ki, ən çox bu qayda ilə bağlı bu test düşə bilir. Üzvlərinin heç biri söz birləşməsi ilə ifadə olunmayıb. Bilirsiniz ki, cümlə üzvləri ya sözlərlə, ya söz birləşmələri ilə, ya da mürəkkəb adlarla ifadə oluna bilər. Buna diqqət edin. Müsbət düşünən müsbət də nəticə alar. Nəticə alar kim? Müsbət düşünən. Fikir versəniz, mübtədamız nədir? Feili sifət tərkibidir. Deməli, söz birləşməsi ilə ifadə olunub. B-ni saxlayıram. C-də deyir ki, ən böyük ümid ümidsizlik üzərində qələbədir. Qələbədir. Nə? Ümid. Hansı ümid? Böyük ümid. Bax, ümidsizlik üzərində nədir? İkinci növ təyini söz birləşməsi. Nə üzərində qələbədir? Ümidsizlik üzərində. Burada artıq nə baş verir? Ümidsizliyin üzəri ikinci növ təyini söz birləşməsi olur. Və o bütövlükdə bir nədir? Söz birləşməsidir. Daha sonra deyir ki, şüşədən olan evin içində oturanlar başqalarına daş atmamalıdırlar. Atmamalıdırlar. Nə atmamalıdırlar? Daş. Kim atmamalıdır? Şüşədən olan evin içində oturanlar. Gördüyünüz kimi mübtədamız feili sifət tərkibidir. Dünya qocaların təcrübəsi və gənclərin əməyi sayəsində idarə olunur. İdarə olunur xəbər. Nə idarə olunur? Dünya. Nə ilə? Qocaların təcrübəsi ilə. Burada ixtisar olunub həmcinsli deyə. Gənclərin əməyi sayəsində. İlə deməyə ehtiyac yox imiş. Elə qocaların təcrübəsi sayəsində demək kifayət edir. Yəni, o da eyni mənaya gəlib çıxır. Deməli, gördüyünüz kimi, burada həmcins tamamlıqlarımız var və üçüncü növlə ifadə olunub. Rəqib olmasa qalib olmaq çətin deyil. Çətin deyil, nə qalib olmaq? Qalib olmaq məslərdir. Məslər tərkibi deyil. Çətin deyil də ki, deyil hissəcikdir. Onu siz durub sözdən saymırsınız ki. Düzdür, bəzi variantlarda, daha doğrusu xırda nüanslarda biz deyil sözünü tək xəbər götürə bilərik. Bununla bağlı mən daha sonralar danışacağam. O, buraxılış və blok imtahanları üçün çox aktual deyil. Blok üçün aktual ola bilər, amma buraxılış üçün aktual deyil. Mən bu barədə sonra danışacağam. Nümunələrin birində vergül işarəsindən istifadə edilməsi modal sözlə bağlı deyil. Əhsən, nəhayət özünüzü təsdiq etməyə bacardınız. Fikir verin, nəhayət modalda hər iki tərəfdən vergül qoyulub ortada gəldiyi üçün. Şübhəsiz, əvvəldə gəlib özündən sonra vergül qoyulacaq. Beləliklə sözü hər iki tərəfdən səncə fikrin mənbəyini bildirən modal sözdür. Amma uşaqlar, sözün doğrusu nədir? Ara sözdür. Vəssalam. Ara sözdür, ifadə vasitəsi nədir? Üçüncü növ təyini söz birləşməsi formasındadır. Gördüyünüz kimi, sözün doğrusu deyə modal söz var? Yox. Şagirdlərdə belə bir səhv var ki, onlar daim ara sözlə modal sözü eyniləşdirir. Biri morfoloji fiqurdur, digəri sintaktik fiqurdur. Bunlar eyni şey deyil. Düzdür, modal sözlərin demək olar hamısı ara söz olur. Amma ara sözlərin hamısı ilə modal olası deyə bir şey yoxdur. Ara sözlərin ifadə vasitələri genişdir. Söz birləşməsi formasında cümlə, söz formasında olan ara sözlər var. Hansı cümlənin tərkibində müxtəlif nitq hissəsinə aid daha çox nümunə var? Burada gəlin sadalayaq. Ağac, kökləri, insan, dostları, bunlar isimlərdir. Bir dənə isim. Getdik. İlə nədir? Qoşmadır. İlələr, qoşmadır. 1. Yaşar nədir? Feildir. 1. Ümumilikdə 3 dənə fərqli nitq hissəsi var. İnsan, xoşbəxtlik, qapı, ədalət, 4 dənə isim oldu, 1. Açar, feildir, 1. Üçün, qoşmadır, 1. Sual ədatıdır, 1. Ümumilikdə 4 elədir. Elm, isimdir, 1. İlə, qoşmadır, 1. Də nədir? Bağlayıcıdır, 1. Maraqlanırdınız, feildir, təsriflənən 1. Mumi nədir? Sual ədatı 1. Ümumilikdə 5 dənə fikir verin. Fərqli nitq hissəsi var. İndi tələsməyək, bəlkə 6 olan çıxar, amma zənn etmirəm. Böyük sifətdir. Başqa sifət var? Yox. 1. İnsan, isim, xırdaçılıq, hissi, 1. Hamısı isim.
yaraşmaz. Ümumilikdə 3 dənə də yaraşmaz da feil. Heç var, ədat. Burada da ədat var. 1-1, yəni ikisini bir hesablayacağım. Bir ədat. Unudular, feil. D nədir? Bağlayıcı 1. Körpəlik, isim. Ümumilikdə 4. Cavab elə C çıxdı. Hansı homonimlər eyni nitq hissəsinə aiddir? Bu barədə qeydimizi bölüşək yoldaşlar. Boya sözü boyamaq feili və boya ismi ola bilər, boya maddənin adı kimi. Bu müxtəlifdir. Yaramaq feil olur, bir də isim olur. İsim və feil olanda başlanğıcları da fərqli olur. Daha doğrusu, üzr istəyirəm, kökləri fərqli olur, amma başlanğıcları eyni olur. Baxın, isim olanda yaramaq feilindən yara yaranır. Yaramaq feil olanda da sadə götürülür. Onu da biləsiniz. Oxu sözü feil ola bilər, bir də oxu işi, məsələn, isim. Qaldı tağ və uçmaq. Bunları biz doğru götürəcəyik. Hətta lüğətə əsasən mən sübut etmək istəyirəm. Deməli, birinci tağ sözündən başlayaq. Tağ bildiyiniz kimi qovun, qarpız, xiyar, pomidor və s. bostan bitkilərinin yerlə sürünən koluna deyilir. Qübbə, günbəz mənası var. Üçüncü mənada saçın iki yerə ayrılan yeri. Bax, buradan ayrırığı, ona da tağ deyilir. Vəssalam. Əlavə olaraq uçmaq feil kimi hər iki mənada, bu arada üçü də isimli fikir verdisi. Uçmaq 2 dəfə feil kimi amonimlik qazanır. Biri var, quş uçur, təyyarə uçur, bu cür. Bir də var ki, uçmaq dağılmaq mənasında, Allah qorusun. Hər hansı bir tikili uça bilər, bina uça bilər, bax belə. Hansı mürəkkəb adların yazılışında səhv var? Mürəkkəb adları da öyrənsəz yaxşı olar, həm 9-lar, həm 11-lər. Azərbaycan Respublikasının Prezident Administrasiyası, düzdür, Birləşmiş Millətlər Təşkilatı, Uşaqların Xilası Təşkilatı, bunlarda hamısı böyük olmalıdır. Orxon Yenisey abidələrində Y böyüklə olmalıdır, o da həmçinin, burada da səhv var. Milli Elmlər Akademiyası, bunlar böyükdür, bunlar düz yazılıb. Ən çox diqqətsizlik edilən sual tiplərindən biridir uşaqlar və buna diqqət edin ki, sasə üstəgəl da olanda ümumiyyətlə həm cümlənin tipi nə olur, yəni budaq başmı, baş budaqmı, həm də orada bağlayıcı vasitə nə olur. Cümləmiz belədir ki, ana çox narahat olsa da oğlu özünü sakit aparırdı. Deməli, sasə üstəgəl da olanda və ya sasə üstəgəl belə olanda və ya sadəcə sa olanda budaq baş olur. Cümlənin sxemi hazırda belədir. Onunla işimiz yox. Sizdən soruşur, bağlayıcı vasitə nədir? Sasə bildiyiniz kimi bir hissəcik isə hissəcik ola bilər. Bir də ola bilər ki, şərt. Bunu hardan bilim? Əgər feilin, baxa, feildən danışıram. Feilin kökünə, feilin başlanğıcına, bir də mamə inkardan sonra sasə görürsənsə, bil ki, bu şərtdir. Əgər adlara qoşulmuş, məsələn, insandırsa, müəllimdirsə, adlara qoşulmuş sasə görsən, fərqi yoxdur. Kök, başlanğıc, nədən sonra qoşulduğunun fərqi yoxdur. Deməli, adlara qoşulan sasə görürsənsə, o mütləq hissəcikdir. Feillərdə kökə, başlanğıca, namədən sonra gələn sa şərtdir. Onun xaricində feillərdə qrammatiklərdən sonra, məsələn, deyirəm ki, validə yazırsa, nədir? Məsələn, indiki zamandır. Bura qoşulan sa artıq hissəcik olacaq. Çünki sən buna həm xəbər, həm də şərt şəklindədir deyə bilməzsən axı. Xəbər şəkli götürsən, sadə nədir? Orada hissəcikdir. Buna diqqət edin. İdi, imiş, isə hissəciklərinə fikir verin. Önümüzdə imtahanı olan şəxslərə deyirəm. Burada fikir versəniz, narahat olmaq mürəkkəb bir feildir. Sadə onun kökünə qoşulub. Deməli, bu nədir? Şərt şəkilçisidir. Sasədən sonra cümlə daxilində da və ya belə gələndə çox adam onu bağlayıcı ilə səhv salır. Uşaqlar, əgər cümlədə sasə, bax bunu yadda saxlayın, üstəgəl belə, sasə üstəgəl dadə gəlsə, bunlar ədatdır. Bu bir mənalı olaraq yadda saxlayın. Deməli, bağlayıcı deyib, burada bağlayıcı söz yoxdur, cavab C olacaq. Vəssalam. Düzəltmə sözləri müəyyən edin. Bu da sadə test olub. Qapamaqdan qapaq, yumşalmaqdan yumşalt, örtməkdən örtük, dincdən dincəlmək. İnlə kövrək yanlış öyrən. Apar, kiçil, itələ, bağışla. Xüsusən bu sözü bağışdan bağışla götürürlər. Bizim yəni lüğətdə bağış sözü qeyd olunmayıbdır. Ona görə kök belə formalaşmayıb. İşin, çevir. İşin sözü məncə orada səhv düşüb. Mən baxaram yenə də. Yenə də desək sənin işin, qrammatik olacaq. Sonra çevir, qumral, səhlənkar.
Normalda kar-keş şəkilçiləri mövcuddur, amma burada sən kökü səhlən götürə bilmirsən. Böyürtkən sözünə diqqət eləyin. Çilingər, yarış. Sonra məsələn, misdən miskər alınar. Düzdürmü? Zərdən zərgər alınar. Amma çilingərdə bu bütöv kökdür. Yarış, barış tipli sözlərə də fikir verin. Deməli, 10-cu sualda E variantında vurğu ilə bağlı məsələ var idi. Ona görə mən onu tez dəyişdim. Uzanma yoxdur şəklində elədim. Əvvəla sığallayırdı sözünün fonetik təhlili. Sığal, sığallayırdı. Burada bir dənə, buradakı A, I-ya keçəcək. 3 qapalı, 2 açıq. I, 4 dənə qapalı. Aid deyil deyirsə, deməli burada 4 qapalı yazmalıydı, bu səhvdir. Tələffüzü yazışından fərqlidir, uzanma yoxdur, dodaqlanan saiti yoxdur, düzdür, hamısı dodaqlanmayandır. Yazış tələffüz arasında bir fərqli məqam var, düzdür, bunların hamısı da düz qeyd olunacaq. Deməli, bura kimi gəlmisinizsə, bir bəyənməyi unutmayın, cavabları sonda yazılı şəkildə də vermişik yoldaşlar və daha çoxu üçün də bizi izləyə bilərsiniz. Mən görürəm ki, izləyirlər, faydalanırlar, amma bəyənmək yaddan çıxır. Buna diqqət edək, çünki həqiqətən böyük əmək sərf edirik. İnşallah ki, yaxşı olar. Sağ olun, salamat qalın.